nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan digər nasazlıqları qanundakı maddələrə istinad edərək öyrənək. Hər bir nəqliyyat vasitəsində onun konstruksiyasına uyğun sayda xarici işıq cihazları olmalıdır. Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmadıqda nasazlıq hesab edilir və bu nəqliyyat vasitəsinin istismarı qadağan edilir. Soldakı minik avtomobilinin qabaq hissəsindəki xarici işıq cihazları nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olsa da, sağdakı minik avtomobilinə əlavə faraların quraşdırılması və faraların birinin rənginin qırmızı olması nasazlıq hesab edilir və bu nəqliyyat vasitəsinin istismarı qadağan edilir. Yalnız istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Bu şəkildə göstərilən VAZ-2103 markalı mini avtomobili istehsaldan çıxarıldığından onun arxa fənərlərinin əvəzinə qaydalar VAZ-2106 markalı mini avtomobilinin arxa fənərlərini quraşdırmağa icazə verir. Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda bu nasazlıq hesab edilir və bu nəqliyyat vasitəsinin istismarı qadağan edilir. Düzgün nizamlanan faralar avtomobilin qarşısındakı yolun normal işıqlanmasını təmin edir və qarşıdan gələn sürücülərin gözünün qamaşmasının qarşısını alır. Düzgün nizamlanmayan faralar sürücünün görmə qabiliyyətini azaldır, xüsusən də qaranlıqda və pis hava şəraitində təhlükəli vəziyyətlərə gətirib çıxara və hətta qəzalara səbəb ola bilir. Sürücülər faraların nizamlanmasını ən azı ildə bir dəfə, qarşıdan gələn sürücülər uzaq işıqlarını yandırmaqla gözlərini qamaşdırdıqlarını bildirdikdə, faraları dəyişdirdikdən və ya təmir etdirdikdən, lampalarını dəyişdirdikdən, ən azı bir təkəri dəyişdirdikdən sonra və digər belə hallarda yoxlamalıdır. Soldakı şəkildə texniki qulluq stansiyasında xüsusi avadanlığın köməyi ilə, sağdakı şəkildə isə sürücü tərəfindən faraların işıqlarını divara salaraq müəyyən ölçülərə əməl etməklə VAZ-21213 markalı avtomobilin faralarını nizamlamaq qaydası göstərilib. Xarici işıq cihazları müəyyənləşdirilmiş rejimdə işləmədikdə ifadəsi o deməkdir ki, bu cihazlar qaydaların tələb etdiyi kimi işləmir. Məsələn, hərəkət zolağını dəyişərkən dönmə siqnallarının qırpan rejimdə işləməməsi, tormuz pedalını basarkən tormuz fənərlərini, arxaya hərəkət edərkən geriyə hərəkət fənərlərinin işləməməsi və sair belə hallar xarici işıq cihazlarının müəyyənləşdirilmiş rejimdə işləməməsi deməkdir. Xarici işıq cihazları və işıq qaytarıcılar çirklənmiş olduqda dedikdə, avtomobilin faralarının, arxa fənərlərinin, dönmə siqnallarının, tormuz işıqlarının, digər xarici işıq cihazlarının və işıq qaytarıcıların çirk, toz, palçıq və ya qarla örtülməsi başa düşülür. Məsələn, yaxın və uzaq işıq faraları çirklənmiş olduqda yolun işıqlanmasının effektliyi azalır. Dönmə işıq siqnalları çirklənmiş olduqda hərəkət istiqamətini dəyişmək haqda sizin verdiyiniz siqnal digər sürücülər tərəfindən vaxtında başa düşülən olmur ki, bu da qəza riskini artırır. Ona görə də xarici işıq cihazları müəyyənləşdirilmiş rejimdə işləmədikdə və çirklənmiş olduqda nəqliyyat vasitəsinin istismarı qadağan edilir və yalnız bu nasazlıq aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin istismarına icazə verilir.
İşıq qaytarıcılar çirklənmiş olduqda da nəqliyyat vasitəsinin istismarı qadağan edilir və yalnız bu nasazlıq aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin istismarına icazə verilir. Soldakı şəkildə faraların müəyyənləşdirilmiş rejimdə işləməməsi, sağdakı və ortadakı şəkildə avtomobilin xarici işıq cihazlarının və işıq qaytarıcının çirklənmiş olması göstərilib. İşıq yayıcılar avtomobilin xarici işıq cihazlarında işıq şüasını formalaşdırmaq və görmə qabiliyyətini artırmaq üçün quraşdırılır. İşıq cihazlarının işıq yayıcıları rahat işıqlandırma yaradan xüsusi şüşə və ya plastik panellərdir. İşıq yayıcılar işığı bərabər paylayır, işığın parıltısının və kölgə salmasının qarşısını alır. Lampaları tozdan, çirkdən, nəmdən, mexaniki zədələrdən qoruyur və lampaların ömrünü uzadır. İşıq cihazlarında işıq yayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə hərəkət istiqamətində görmə qabiliyyəti pisləşə və ya qarşıdan gələn sürücülərin gözlərini qamaşdıra bilər. Buna görə də qaydalar işıq cihazlarında işıq yayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə nəqliyyat vasitələrinin istismarını qadağan edir. Əvvəlki mövzularda öyrənmişdik ki, yanğından mühafizə, polis, təcili tibbi yardım və bu kimi digər operativ nəqliyyat vasitələrində sayrışan qırmızı və göy işıqlar quraşdırılır. Soldakı şəkildə qaydalara uyğun sayrışan qırmızı və göy işıqlar quraşdırılan operativ nəqliyyat vasitəsi yol patrul xidməti avtomobili, sağdakı şəkildə isə qaydanı pozaraq sayrışan qırmızı və göy işıqlar quraşdırılan operativ nəqliyyat vasitəsi olmayan digər xidmətin avtomobili göstərilib. Yolda tikinti, təmir və ya təmizlik işləri görən xüsusi nəqliyyat vasitələrində isə sayrışan narıncı və ya sarı rəngli işıqlar quraşdırılır. Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsində sayrışan işıqların qanunsuz quraşdırılmasına görə cərimə nəzərdə tutulur. Ölkəmizdə standartlaşdırma institutu olsa da sayrışan işıqların quraşdırılması standartı yoxdur. Sayrışan işıqlar standartın tələblərinə uyğun quraşdırılmadıqda nasazlıq hesab edilir və bu nəqliyyat vasitələrinin istismarı qadağan edilir. Qəbul olunmuş standarta görə avtomobilin qabağındakı faralar və qabaret işıqlar ağ rəngdə olmalıdır. Nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli işıq cihazları quraşdırılarsa, tutqanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsü qırmızı rəngli işıqları gördükdə elə başa düşəcək ki, bu eyni istiqamətdə gedən nəqliyyat vasitəsidir. Bu halda qəzaya səbəb ola bilər. Nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli işıq cihazları quraşdırıldıqda bu nasazlıq hesab edilir və bu nəqliyyat vasitəsinin istismarı qadağan edilir. Avtomobilin arxasındakı stop siqnallar və qabaret işıqlar isə qırmızı rəngdə olmalıdır. Avtomobilin arxasında ağ rəngli stop siqnallar və qabaret işıqlar quraşdırıldıqda, tutqanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində sürücülər qarşıdakı nəqliyyat vasitəsinin ağ rəngli işıqlarını gördükdə elə başa düşəcək ki, bu qarşıdan gələn nəqliyyat vasitəsidir. Bu halda qəzaya səbəb ola bilər. Nəqliyyat vasitəsinin arxasında ağ rəngli işıq cihazları quraşdırıldıqda bu nasazlıq hesab edilir və bu nəqliyyat vasitəsinin istismarı qadağan edilir. Qanunun 1-ci maddəsində kiçik elektrik nəqliyyat vasitəsi anlayışı verilib. Kiçik elektrik nəqliyyat vasitəsi gücü 1 kilovatdan çox olmayan, elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və bu meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir.
kiçik elektrik nəqliyyat vasitələrinə elektrosamokatlar, elektroskeytbordlar, giroskuterlər, segveylər, monotəkər və elektroroliklər daxildir. Şəkildə elektrik mühərriki ilə hərəkətə gətirilən əl və ayaq üçün platforması olan elektrosamokat göstərilib. Şəkildəki elektrik mühərriki ilə hərəkətdən əyləci olan və pultla təchiz edilmiş, üzərində adamın durduğu təkərli lövhə elektroskeytborddur. Bu şəkildə göstərilən ayaq platforması yanlarında 2 təkəri olan, bədənin balansı ilə idarə olunan və özünü tarazlayan giroskuterdir. Segway ayaq platformasından, 2 yan təkərdən və həm də dayaq nöqtəsi kimi xidmət edən sükandan ibarət özünü balanslaşdıran nəqliyyat vasitəsidir. Şəkildə hər iki tərəfində ayaq qoymaq üçün yeri olan 1 və ya 2 təkərli, bədənin balansı ilə idarə olunan monotəkəri görürsünüz. Elektroroliklər balans sensorlarından istifadə edərək işləyən 2 müstəqil platformalı kiçik elektrik nəqliyyat vasitəsidir. Sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə digər hərəkət iştirakçılarına görünməsini təmin etmək üçün kiçik elektrik nəqliyyat vasitələrində faralar və ya fənərlər yandırılmalıdır. Bu tələb qanunun 73-cü maddəsində göstərilib. Kiçik elektrik nəqliyyat vasitəsinin xarici işıq cihazları nasaz olduqda və ya olmadıqda bu nasazlıq hesab edilir və bu nəqliyyat vasitəsinin istismarı qadağan edilir. Yaşayış məntəqələrindən kənarda kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslərin işıq əks etdirici elementləri olan paltarlar geyməsi tövsiyə olunur. Qabaq şüşənin şüşə silgəkləri yağış və duman nəticəsində şüşədə əmələ gələn su damcılarını və yol səthindən qalxan tozu çirki təmizləyən cihazdır. Şüşə silgəklərinin işləməsi nəticəsində yağışlı, dumanlı və tozlu havada yolun görünməsinin pisləşməsinin qarşısı alınır. Şüşə silgəklərinin hərəkətinin kənar nöqtələri arasındakı məsafə istehsalçı zavod tərəfindən bu avtomobil üçün nəzərdə tutulandan az olmamalıdır. Yəni, qabaq şüşənin şüşə silgəkləri istehsalçı zavodu müəyyən etdiyi rejimdə işləmədikdə nasaz hesab edilir və bu nasazlıq aradan qaldırılmalıdır. Müasir avtomobillərdə qabaq şüşədən başqa arxa şüşələrdə və faralarda da şüşə silgəkləri olsa da, bu qayda yalnız qabaq şüşənin şüşə silgəklərinə aiddir. Şüşə yuyanlar təmizləyici mayeini qabaq şüşənin səthinə vurmaqla şüşə silgəklərinə tozu, kiri təmizləməyə və görünüşü yaxşılaşdırmağa kömək edir. Şüşə yuyanlar işləmədikdə şüşə silgəkləri qabaq şüşənin səthinə zərər verə bilər. Yayda şüşə yuyucu maye kimi sudan istifadə olunur. Qışda şaxtalı havada sudan istifadə edilə bilmədiyi üçün şüşə yuyucu maye kimi antifrizdən istifadə olunur. Öyrəndiyiniz yol hərəkəti qaydalarına yollarda əməl edin. Videonu paylaşın ki, daha çox hərəkət iştirakçısı yol hərəkəti qaydalarını mükəmməl bilsin. Yollarda təhlükəsizlik tək sizdən yox, bütün hərəkət iştirakçılarından asılıdır. Videoya baxdıqdan sonra rəylərinizi də yazmağı unutmayın. Şərhləriniz və rəyləriniz müəllif üçün dəyərlidir.